Əziz və dəyərli izləyicilər, hamınızı Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Qüsl almaq hər bir müsəlmanın Allaha olan ibadətində çox vacib bir yeri tutan bir əməldir. Qüsl, Uca Allahın kitabında, Peyğəmbərimizin, ona Allahın salavatı və salamı olsun, hədislərində və bütün ümmətin yekdi rəyi ilə qəbul olunmuş bir şəriət hökmüdür. Uca Allah Quran-ı Kərimdə buyurur ki, əgər cənabətli olsanız, təmizlənin. Yəni, çimin bütün bədəninizi başdan ayağa qədər yuyun. Həmçinin hədislərdə Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, bizə qüsl almağı əmr etmişdir və necə qüsl almağımızı da bizə öyrətmişdir və bu haqda inşallah sizə ətraflı izah verəcəyik. Qüslün növləri, qüslü vacib edən hallar. Demək, qüslü hansı halda almaq lazımdır? Qüslün alınması iki halda baş verə bilər. Birinci hal odur ki, insan cinsi yaxınlıq edərək və ya yuxuda olarkən, yuxulu vəziyyətdə bədənindən sperma ifraz olunarsa, bu zaman ona qüsl almaq vacibdir. Digər bir hal isə bu məhz qadınlara xas olan bir haldır ki, qadınlar heyz halında, yəni aybaşı olarkən, aybaşdan daha doğrusu təmizləndikdə və bir də doğuşdan sonra baş verən qanaxma bitdikdə, yekunlaşdıqda onlar qüsl almalıdırlar. Qüsl almağın qaydası. Qüslün şərtləri. Demək, qüsl almağın qaydası. İnsan necə qüsl almalıdır? Qüsl almaq üçün əsas iki şərt var. Birinci, əsas və vacib şərt niyyət etməkdir. Biz bilirik ki, əvvəlki videolarımızda da qeyd etmişdik sizə. Niyyət hər bir əməlin, hər bir ibadətin əsas şərtidir. Birinci insan qüsl almaq üçün niyyət etməlidir. Yəni, cənabət qüslü alırsa, cənabət qüslünə niyyət etməlidir. Heyz qüslü və ya nifas qüslü alırsa, nifasa və ya heyzə də niyyət etməlidir. Lakin bilmək lazımdır ki, niyyətin yeri insanın qəlbindədir. Yəni, niyyəti dillə deməyə ehtiyac yoxdur. Sadəcə insan nə üçün qüsl aldığını bilirsə, bu artıq onun üçün yetərlidir və onun ibadətinə kifayət edir. Qüslün digər bir şərti isə bütün bədəni, ağız boşluğu və burun daxil olmaqla bütün bədəni yumaqdır, islatmaqdır. Başdan başlayaraq ta ayağa qədər bütün bədənin islanması qüslün ikinci əsas vacib şərtidir. Bu iki şərt əsasında qüsl tam hesab edilir. Qüslün formaları. Kamil və kafi qüsl. Qüslün iki növü var. Var kifayət edən qüsl. Yəni, ən minimum həddə, ən aşağı həddə bunu etsək, bizim qüslümüz məqbul sayılır. Bu nədən ibarətdir? Bu, insanın ağzına və burnuna su alıb bütün bədəni islatmasıdır. Yəni, deyək ki, insan ağzı burnunu yaxaladı və girdi duşun altına, tam bütün bədənini islatdı və çıxdı. Bu, onun qüslü sayılır. Yəni, qüsl tam hesab edilir və bu, onun üçün yetərlidir. Lakin var ikinci növ qüsl, hansı ki, bu, kamil qüsl deyirik biz buna. Yəni, daha mükəmməl, daha doğru edəcəyimiz bir qüsüldür. Hansı ki, bunu etmək Peyğəmbərimizin, ona Allahın salavatı və salamı olsun, hədislərində bizə buyurulmuşdur. Demək, bu qüsülün edilmə qaydası nədir? Bu qüsülü almaq üçün bir müsəlman əvvəlcə əllərini yuyur, sonra övrət yerlərini, bütün övrət yerlərini, yəni cinsiyyət orqanlarına, yəni həm ön, həm arxa övrət yerini insan tam yuyur. Ondan sonra dəstəmaz alır. Adi namaz üçün aldığı dəstəmazı alır. Dəstəmaz aldıqdan sonra başına
su tökür, başını tam yuyur. Sonra sağ çeynini və ətraflarını yuyur. Sonra sol çeynini və ətraflarını yuyur. Ondan sonra sağ ayağı və ətraflarını yuyur və sonra sol ayağını tam yuyur və bununla da həmin insanın qüsülü tam hesab edilir. Əzaları neçə dəfə yumalıyıq? O ki, qaldı neçə dəfə yumaq məsələsinə ki, əzaları neçə dəfə yumaq lazımdır. Bunun ən az həddi 1 dəfədir, ən çox həddi isə 3 dəfədir. Yəni, ən az 1 dəfə başımızı məsələn yuya bilərik və ya 3 dəfə yuya bilərik. Amma 3-dən çox etmək düzgün deyil. Çünki bu artıq başqa bir problemə yol açır. Yəni, insan vəsvəsəyə qapana bilər, şeytan ona vəsvəsə verə bilər. Deyə bilər ki, sən yaxşı yumadın, bura yaxşı islanmadı, belə-belə. Bu artıq başqa bir qapı açır və bu da əlbəttə ki, problemli bir məsələdir və buna ehtiyac yoxdur. Kifayət edər ki, ən çox 3 dəfə yusaz, bu yetərlidir. Mühüm qeydlər. Qüsül mövzusunda bəzi mühüm qeydlər var ki, bunları hər kəs bilməlidir. Əvvəla onu bilmək lazımdır ki, qüsül almaq əlbəttə ki, vacibdir. Lakin bəzən ola bilər ki, insan qüsül ala bilməsin və qüsülün əvəzində bizim başqa bir dərsimizdə dediyimiz kimi təyəmmüm etmək imkanı var və biz o haqda da həmin dərsimizdə ətraflı izah etmişik, hansı hallarda təyəmmüm etmək olar. Həmin videomuza, yəni təyəmmüm haqqında olan videomuza müraciət edə bilərsiniz. Qüsül haqqında növbəti mühüm qeyd isə qadınlarla bağlıdır. Belə ki, qadınların saçı uzun olduğuna görə onlara müəyyən bir hallarda qüsül almaq əziyyət olur. Yəni, saç islanır və sonra onun quruması bir problem yaradır və bu səbəblə də görürsən ki, bəzi qadınlar baş ağrısından və ya bir narahatçılıqdan şikayət edirlər. Belə halda nə etmək lazımdır? Belə halda demək, qadın saçını topalayıb, üzərindən 1 dəfə və ya 3 dəfə su töksə, o kifayət edər. Yəni, saçın dibinə suyu aparmaq, yəni hər dəfə qüsl olanda suyu aparmaq ehtiyac yoxdur. Yalnız heyz qüslündən təmizlənəndə tam saçının dibini 1 dəfə yusa, yəni islansa, o kifayət edir. Amma cənabət qüslündə isə saçı topalayıb, üzərindən su töksə, inşallah ki, ona kifayət edəcəkdir. Həmçinin də qadının saçı hörüklüdürsə, onu açmağa ehtiyac yoxdur. Əgər cənabət qüslü alırsa, ehtiyac yoxdur. Lakin heyz qüslü alırsa və ya nifas qüslü alırsa, bəli, saçın hörükləri açılmalıdır və tam olaraq saç yuyulmalıdır. Və bu da bildiyiniz kimi mühüm bir qeyddir və insanların buna da ehtiyacı var. Ona görə bu kimi məlumatların hər bir müsəlmana yetişməsi üçün çalışmaq lazımdır ki, bu videoları paylaşasınız, dostlarınıza, yaxınlarınıza göndərəsiniz ki, qoy onlar da bu məsələlərdən faydalansınlar. Çünki kifayət qədər eşidirik ki, elə qadınlar var ki, belə çətinliklərə görə namazı qılmırlar. Və ya görürsən, sudan istifadə edə bilmir, namazı qılmır. Amma bilmir ki, təyəmmüm var. Yəni, bu kimi halların baş verməməsi üçün biz də səbəb ola bilərik ki, insanlar maariflənsinlər və daha doğru, düzgün ibadət edə bilsinlər. Heyz və nifas vaxtı buraxılan namaz və oruçlar. Bir şey də qeyd edim ki, heyzli qadınlar heyzdən təmizləndikdən sonra, yəni qüsl aldıqdan sonra, heyzli günlərdə qılmadıqları namazları təkrar qılmırlar. Buna ehtiyac yoxdur. Lakin əgər oruc olarkən, yəni Ramazan ayında tutmadıqları oruclar varsa, heyz səbəbi ilə tutmadıqları oruclar varsa, həmin orucları yenidən tutmalıdırlar. Həmçinin də nifas günlərində, yəni doğuşdan sonra baş verən qanaxma müddətində də qadınlar namazları qəza etmirlər. Yalnız orucların qəzasını yerinə yetirirlər. Qüsül haqqında növbəti mühüm bir qeyd də məhz qadınlarla bağlı olan bir məsələdir. Bu da məlum məsələdir ki, qadınlarda bəzən aybaşıdan əlavə olaraq hər hansı bir səbəblə qanaxma olur. Və bu müddətdə bilmək lazımdır ki, qadın namazlarını qılır, namazlarını saxlamır. Lakin onun təmizlənmə qaydası var. Təmizlənmə qaydası belədir ki, adi bir natəmizliyi təmizləyən kimi qadın təmizlənir, dəstəmaz alır, namazını qılır. Belə halda hər dəfə
qüsl almaq istəsə qadın ala bilər. Amma ki, bilmək lazımdır ki, ona qüsl əvəzinə dəstəmaz almaq kifayət edir. Suya israf etməmək. Və bir məsələyə diqqət etmək lazımdır ki, qüsl alarkən israfçılığa yol vermək olmaz. Yəni, suyu hədsiz çox istifadə etmək olmaz. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, yəni bu israfı bizə izah etmək üçün bildirib ki, hətta axar çayın suyunda belə israf ola bilər. Yəni, bu bizə nəyi anladır? Onu anladır ki, biz suya bacardığımız qədər qənaət etməliyik. Bilirik ki, bugün dünyada təmiz suyun qıtlığı barədə, yəni şirin suyun çatışmamazlığı barədə, elə ölkələr var ki, orada insanlar içməyə su tapa bilmirlər. Biz müsəlmanlar bilməliyik ki, suya qənaət etmək həqiqətən də bizim dinimizin bir təlimidir və qüsl olanda da buna diqqət etmək lazımdır. Və biz bu addımı atmaqla təbiətimizə və lazım olan resurslara qənaət etmiş olarıq və biz də öz töhfəmizi bu cür verə bilərik. Hansı hallarda qüsl almaq vacib deyil, müstəhəbdir, bəyəniləndir? Bəzi hallar var ki, o hallarda qüsl almaq bəyənilir. Yəni, biz danışdıq vacib qüsl haqqında, indi isə bəyənilən qüsüllər. Yəni, bəzi hallarda qüsl almaq bəyənilir, yəni yaxşı hesab olunur. Məsələn, cümə günü, cümə namazına gedərkən qüsl almaq bəyənilən haldır. Düzdür, bəzi elm adamları bunu vacib hesab edirlər, lakin hər halda bu bəyənilən bir əməllərdən hesab olunur. Həmçinin, əgər bir insan cənazə yuyubsa və ya cənazəyə toxunubsa, onun da qüsl almağı müstəhəbdir, yəni bəyənilir. Amma ona vacib deyil qüsl almağı və ya dəstəmaz almağı ona vacib deyildir. Qüslün bəyənilən hallarından biri də təkrar cinsi yaxınlıq etmək istəyən insanın qüsl almasıdır və ya qüsl ala bilməsə dəstəmaz almasıdır. Bu halda bəyənilən hallardandır ki, insan ya qüsl ya da dəstəmaz alsın. Sonda izləyicilərimizə nə tövsiyə edə bilərsiniz? Əziz izləyicilər, bununla da qüsl haqqında olan məlumatları sizə çatdırmış olduq. Siz də çalışın ki, daha çox xeyrə səbəb olasınız, daha çox səy göstərəsiniz və insanları maarifləndirməyə cəhd edəsiniz. Çünki Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, buyurub ki, Bəlliğu anni və ləv əyə. Məndən eşitdiyiniz heç olmasa bir ayə olsa belə insanlara çatdırın. Yəni, bizim çatdırdığımız kiçik bir məlumat kimin üçünsə böyük bir faydadır, böyük bir məlumatdır. Ona görə heç vaxt xeyri kiçik və az saymayın. Kiçik bir xeyir Allah katında böyük bir savabıdır, böyük bir müjdədir qiyamət günü. Ona görə elə insanlar olacaq ki, qiyamət günü Allahın huzuruna gələndə onlar görəcəklər ki, Allahın huzurunda onların dağlar qədər savabları var. Özləri də bilmədən, hiss etmədən o savabları qazanıblar. Əsas odur ki, xeyrə həris olaq, xeyrə can ataq, acizlik göstərməyək və sizdən də istəyimiz budur. Allah hamımızı müvəffəq etsin, Allah sizi xeyrə yönləndirsin və ona əməl etməyə müvəffəq etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.